Adətən psixiatra deyirlər ki, onun psixologiyası pozulmuş olmasın. Ev ustasından gözləyirlər ki, özünün də yaxşı bir evi olsun. Diyetologdan gözləyirlər ki, özü kök olmasın və formada olsun. Həkim üçün də insanlar belə bir fikir deyir ki, həkim xəstə olmamalıdır. Bu sözlə razısınız? Həkim özü xəstələnə bilərmi? Biz canlı məxluquq. Həkimlik bizim ixtisasımızdır. Əfsuslar olsun ki, biz həkimlər öz sağlamlığımıza ən axırıncı momentdə fikir veririk. Digərlərindən fərqli olaraq. Çünki biz bəzən anlayırıq, deyirək ki, bu keçər, burada bir böyük bir dəyişiklik yoxdur, elə bir ağır vəziyyət yaranmır. Lakin son momentə çatanda görürsən ki, vaxtında səhvlər buraxıbsan, artıq o bəzən geriyə dönməz bir xəstəliyə düçar olubsan, xəstələnibsən. Ona görə də yoxlanmaq lazımdır, baxılmaq lazımdır və bizim əsas həkimlərimizin mən deyərdim ki, əksəriyyətinin böyük bir səhlənkarlığı öz sağlamlığına fikir verməmək.